Deməli, hal-hazırda gördüyünüz kimi buranı yəqin ki, çoxunuz görüb. Çünki Abu Dhabinin ən məşhur yerlərindən biridir. Hətta simvoldur demək olar. Zeyd məscidi. Çox gözəl görüntüsü var. Buranın tarixi var əslində. Zeyd desəz kimdir? Birləşmiş Ərəb Əmirliklərinin qurucusudur. O buranı tikdirib. Əslində adını başqa qoymaq istəyirmiş şəxsən özü. Amma sonradan rəhmətə getdiyi üçün onun şərəfinə onun adını veriblər bura. Çox gözəl görüntüsü var. Altı minarəsi var. Yəni məsciddən çıxıb turistik zona olub demək olar ki. Çox dəhşət dərəcədə turist var. Yəni dediyim kimi Abu Dhabi deyəndə ağla bu yer gəlir. Şəhərdən biraz kənardadır. Biraz kənarda olsa da amma çox turist var. Necə ki biz gəlmişik. Çox gözəl görüntüsü var, çox. Əgər bir gün Abu Dhabiyə yolunuz düşsə, birinci hara gəlməlisiniz? Təbii ki bura. Çox gözəldir.